Salam qızlar, necəsiz? Sizi yeni bir videomla salamlayıram. Hər birinizi xoş gördük. Dedim neçə vaxtdır bir səsli video çəkmirəm. Sizlərlə bir səsli video paylaşım. Hər zaman bizim uşaqların ən sevimli pudinglərini hazırlayıram. Tez-tez hazırlayıram. Bu dəfə sadə bir puding edəcəm. Yəni hər zaman yumurtalı da yedirdim, belə də yedirdim. İndi bu dəfə də bir başqa reseptlə etdim. Yəni sadə bir reseptdir. Un, kraxmal, hərəsindən 3 qaşıq, kakao, yarım litr südünkünü etmişdim. Yəni çox etmədim və 1 stəkan şəkər tozu. Mən üzərinə damla şokolatı olanda damla şokolatı, olmayanda da o birisi bütöv şokolatdan atıram. İndi yenə var idi deyən o atdım. Üzərinə də bir vanil atacağım. Bir paket vanil olanda iyisi, qoxusu gözəl olur. Sizlər necə qızlar? Sizlər də edirsinizmi? Sizlər də tez-tez edirsinizmi? Bizim evdə uşaqlar daha çox sevirlər. Ona görə tez-tez edirəm. Yəni başqa şirniyyat deyim də, şirniyyatdan çox pudingi daha çox sevərlər, belə deyim. Nəinki şirniyyatı, amma pudingi daha çox sevirlər. Burada da 5 dənə qabda çıxdı, belə deyim. Yarım litrlinkini etmişdim, 1 litr etmədim. Dedim təzə-təzə edərəm, çox etmədim. Qarışdırıram. Əvvəlcə unu, kakaonu qarışdırıram ki, pot-pot olmasın. Ondan sonra şəkər tozunu töküb üzərinə südü tökəcəm ki, yəni potlarını açım. Yoxsa belə yəni pot-pot qalır, belə deyim. Qızlar, siz də şirniyyatı, belə puding kimi bir şeyləri sevirsinizmi? Sizlər necə? Mən özüm deyim ki, o qədər sevirəm. Yox, pudingi o qədər sevmirəm, amma uşaqlar sevirlər. Ona görə də tez-tez hazırlayıram. Amma satın alma pudingləri nəinki onları düzü sözü 1-2 dəfə etmişəm, amma sevməmişəm. Evdə etmək, özüm hər bir şey evdə, yəni ərzaqlar evdə olduğu üçün, özüm etdiyim üçün, özüm daha rahat olur mənə alınmadan ki, yəni özüm bilirəm ki, içərisinə nə qatıram. Ona görə də özüm evdə edirəm. Bəzən elə olur başqa reseptlərdə, yəni bir şey qutarandan sonra 50 qram yəni yağ tökəndə də olur. Elə də etmişəm, amma bu reseptdə yox idi deyən mən də atmamışam. Dediyim kimi bizim uşaqlar sadə sevirlər. Yəni üstü qozlu sevmirlər. Elə sadə, şokoladlı olsun, kakao da tökəndə də sevmirlər. Amma mən özüm sevirəm, amma onlara görə məcbur oluram mən də tökməyim. Onlar sevmədiyi üçün elə sadə edirəm. Bəzən də elə olur 2 rəngli edirəm. Üzərinə əvvəlcə altdan belə deyim, qozumu tökürəm. Qozu çox vaxt üzərinə vururam və yaxud da ki peçenya ovantası tökürəm. Onda yaxşı da olur. Gördüyünüz kimi iri, böyük bir şokolad tökdüm. Yəni ərisin. Bişdikcə də o içərisində əriyir. Əlimi buraxmadan qoyuram qaynasın, qatılaşanda qablara servis edəcəm, soyuducuya qoyacam. Amma belə yəni soyuq olanda bəzən heç qoymuram. Yəni düzdür, otaq temperaturunda soyuyur, amma soyuducuda daha yaxşı olur, belə deyim. Yəni ona görə qoyuram bir 15 dəqiqə, 20 dəqiqə soyuducuda qalır. Yayda çox qalır ki, yayda qoyuram. Sərin-sərin uşaqlar yəni desert kimi gedib gəlib yeyirlər. Yayda daha çox edirəm. Yayda sərin-sərin daha çox yeyilir. Amma yəni belə qışda uzaq 4 ədəd ya 5 ədəd yəni özümüzün sayımıza biləm bişirirəm. Sizlər necə? Evdə etməyi sevirsiniz, yoxsa satın alma pudingləri sevirsiniz? Rəylərdə fikirlərinizi gözləyirəm. Mən evdə bişirməni daha çox üstün tuturam. Nəinki, yəni alınma, satın alma pudingləri.
Çünki evdə özüm bilirəm, hamısı svej olur. Yəni nə qatıram, nə olur, hamısını özüm bilirəm. Düzdür, pudinq, yəni onu da evdə bişiririk, belə deyim, satın almanı. Amma onun qatkısını bilmirəm. Evdə olsa da, yəni o paraşok kimi olur, onun qatkısını bilmirəm. Nəinki özüm evdə edirəm. Gördüyünüz kimi qaynamağa başladı, qatıldı. Qatılandan sonra qazın altını söndürürəm. Qablara servis edirəm. Gördüyünüz kimi çox da qatılmağa qoymuram. Orta kıvamda olur. Onsuz da soğuyandan sonra özü qatılaşıb tam kıvamını tutur. Yəni qatılığını özünüz əlinizdə görəcəksiniz nə qədər qatıldığını. Yenə deyirəm, elə o qədər də nə də çox da suyuq etmirəm ki, onda tam dolmur. Burada servis edib qablara yığıram. Soyuducuya qoyacağam, soyusun. Sonra uşaqlar götürüb yeyərlər. Yəni sadə bir pudinq etmişəm. Yəni üzərinə də bu dəfə heç nə vurmayacağam. Yəni özümüz yeməyəcək deyə, yəni tək uşaqlar üçün etmişəm. Ona görə də elə sadə olsun. Nə qoz vuracağam, nə də kakos vuracağam. Heç nə də vurmayacağam. Yəni sadə bir pudinq olacaq. Çox gözəl dadı, bu reseptlə də çox gözəl dadlı bir pudinq çıxdı, deyim qızlar. Yəni o reseptlə də sınamışam, bu reseptlə də, yağlı olanla da eləmişəm. Bununla da yəni gözəl də pudinq çıxdı. Yəni sizlər də evdə hazırlaya bilərsiniz. Zövqlər müxtəlifdir. İstəsəniz yəni yağla da edə bilərsiniz, istəsəniz belə də üzərinə qoz da tökə bilərsiniz. Yəni qozsuz da yəni qozsuz da sadə də edə bilərsiniz. Amma mən bu dəfə sadə etdim. Bir dəfə də qızlar sadə, yəni ağ bişirəcəm, kakaosuz. O da yaxşı olar. Sağ olun qızlar, göz haqqınızı halal edin. Abunə olmağı, şərh yazmağı gözləyirəm. Yorumlarda sizi gözləyirəm. Hardasa səhv etmişəmsə də, hardasa nəsə bir səhvimi buraxmışamsa da, yorumlarda fikirlərinizi gözləyirəm.